COP29 Azərbaycan üçün ən önəmli, mötəbər tədbirlərdən biri oldu. Azərbaycan bundan öncə də bir neçə beynəlxalq tədbirlərə ev sahibliyi etsə də, COP29 bunun hamısının içində ən böyük, ən geniş miqyaslı və daha çox beynəlxalq və dünyanın müxtəlif ölkələrindən, hətta Azərbaycanı ilk dəfə tanıyan, ilk dəfə adını eşidən ölkələr belə Azərbaycana COP29'da səfər etdi. Bugün biz olduqca önəmli bir tədbirin münasibəti ilə bir araya gəlmişik. Bu mövzu ətrafında artıq uzun müddətdə Azərbaycanda və dünyanın müxtəlif yerlərində müzakirələr gedir. Dünyada iqlimlə bağlı problemlər, getdikcə dünyada su qıtlığı, ərzaq qıtlığı, bu barədə çox geniş müzakirələr aparılmaqdadır. Dəyərli qonaqlar, hörmətli gənclər, hər birinizi mən ürəkdən salamlayıram. Və bugün bizim üçün çox xoşdur ki, həm Azərbaycandan, həm Türkiyədən gəlmiş qonaqları biz burada qarşılayırıq, ağırlayırıq, salamlayırıq. Gürcistan Azərbaycanlıları Konqresinin tək bir dənə sloqanı var. O da ondan ibarətdir ki, Gürcistan bizim vətənimizdir. İkinci, üçüncü, beşinci vətən olmur. Azərbaycan və Türkiyə hər ikisi bizim üçün milli dövlətlərimizdir. Hər üçü bizim üçün eyni qədər əzizdir. Hər üçü bizim üçün eyni qədər doğmadır. Və mən Qafqaz Türk Media təşkiçisi olaraq burada xüsusi olaraq vurğulamaq istəyirəm ki, COP29 Bakıda keçirildiyi günlərdə Azərtacın Gürcistandakı təmsilçisi Xətai müəllimin böyük dəstəyi ilə biz orada olan məlumatların hamısını həm Azərbaycan dilində, həm Gürcü dilində yayımladıq. Və mən bu temada, bu mövzuda sırf iqlimin həm yaxşı tərəfə düzənlənməsinə, həm ekoloji problemlərin aradan qaldırılmasına işləməyə hazıram. Hər hansı təşkilat olursa da məni bir konqres üzvü olaraq da dəvət edə bilərsiniz, fərdi olaraq da Səbinə Talıbova kimi də dəvət edə bilərsiniz. Ona qədər, bax burada mən adımı yazmayacağım. Mən sizə söz veriyorum. Ta ki, hansısa bir nəticəyə varana qədər. Hansı zaman ki, mən o nəticəyə vardım sizinlə birlikdə, mən bura öz adımı yazacağım. Ona qədər mənim sertifikatım Konqresin ofisində adsız duvarda asılı qalacaq. Düşünün, gələn çərçivədə, gələn gedən soruşacaq, buradan niyə adı yoxdur. Mən özümün adımı ta ki, fəal iştirak edənə qədər bura yazılmasını layiq görmürəm. Mən bir-iki söz demək istərdim.